ki Azərbaycanın güneyində İran adlanan yerdə ən azı bu 6 ayın içində çox hadisələr baş verəcək. İndi Tehran rejimi biri pul verər, biri danışar, biri bomba atar filan eləyər. Hamı da bundan qorxur. İsrail bomba atacaq, İran dağılacaq. O bombanla dağılmıyor. O bombayı atacaq, otorite sınacaq, yönetim dağılacaq. Tehran malla qaçacaq. Bunun pasları indidən qaçır. Bunun bəsicisi, ittilatçısı indidən qaçır. Bunun Hizbullahı o Livanda da para ala bilmir. Ona görə deyir ki, o əllə də adamlar çıxır deyir ki, dünya beynəlxalq bank sisteminə qatılaq. Necə qatılaq? Terrora pulu verməsə qırılar o. Ona görə də Azərbaycan dövlətinin, bu millətimizin istəyidir. Əsas millətlərdir. Ay Trump belə dedi, kimsə dedi, yaxşısı, pisi, hər nəyi. Yəni Trump liberal demokrasinin isə axırına çıxar. Yəni liberal demokrasini demək ki, deyirsə bu günə qoyma, sən bunu başa düşməlisən. Amma millətlər məsələsi başqadır. Necə ki, demək ki, bu günləri Filistində, ondan başqa yerdə millətlərlə bacarmaq çox çətindir. Dünya dəyişilibdir. Burada da İran adlanan yerdə bu Azərbaycan türkünün varlığı, bu demək ki, həm Türkiyədə, həm Azərbaycanda öz etkisini buraxacaq. Milyonlarca insan hərəkətə gələcəklər. Hələ də demək ki, sərhədləri keçəcəklər filan, o sonraki işdir. Amma əsas budur ki, İran adlanan yerdə biz inqilab iştirakçısı olmuşuq, gizli də deyil ki bu. Amma aylarla, hətta ildən çox bu ustanlar, rayonlar başsız qaldılar. Nə Tehranda hələ nə olacaqdı bilinmirdi. Xumeyni bir tərəfdən çəkirdi orada filan, yiyəsiz qaldı. İndi amma ayrı cürdür. İndi başqa məsələdir. Hər millət Azərbaycanda da bugün Təbriz qaynayır. Yüzdür bu Bakıda demək ki, deyirlər. Şeir orada 2 dənə şeir oxusalar, biraz da sıxılı şeylərlə məşğul olsalar, keçəcəklər. Elə deyil. Burada böyük hadisə yaxınlaşır və Azərbaycanın bütövlüyü, bu millətin demək ki, o tarixi ədalətin bərpası, bütün Azərbaycan, parçalanmış Azərbaycan, Rus ölüb gedib, Rus imperiyası qırılmaqdadır. Bu parçalayan bunu Rusudur, Qacar dövlətinə, Türk dövlətinə. İndi Fars da gətirdilər, yamadılar, o da demək ki, pis yerdə gecələyibdir. Onda nə olmalıdır? Ədalət bərpa olunmalıdır və bu millət bunu eləyir. Haray Türkəm deyir, mən Türkəm deyir. Ay gətirib köhnə komsomolcikləri, hansı partakratları filanları yığıb o İran adlanan yerdən, cücə kommunistlərdən, Tehran rejiminin ortaya atdıqlarından ay yığıma gəlin burada elə yavaş-yavaş türküləşin. Millət haray çəkir və sizin də gözünüzün qabağındadır. Bunu Amerikada qəşəng bilir. İndi bağışlı üzr istəyən Sayın İsa bəy doğrudur, bilir. Demək ki, qapalı qapılar arxasına gedən söhbətlər. Mən də dəfələrlə o konqresdə olmuşam. Elə bəlli adamlar da hamısı bilirlər. Bu Avropada qəşəngdə bilir. Ora Azərbaycanın güneyidir. Nə ola bilər, nə olacaq filan olacaq. Tehran rejimini min batman siriş ilə bu İran adlanan yerin ay bütövlüyünü saxlamaq absurd bir şeydir. Quran ayəsi deyil. Vəhy-i müzəl deyir. O İran adlanan yerin bütövlüyü nəyə görədir bu? Nəyə görə? Bunu bir də demək ki, oğurlayıblar dövləti, ondan sonra başqa millətlər də istəmirlər. Ona görə millətlər özləri bilərlər. Kimsə durub deyəcək, yox, yapışı Farsa qalın. Farsla başınıza nə gətirirsə gətirsin. İrticaçılığı, mühümmatçılığı da ip eləsin, salsın boğazıza. Uşaq uza, can uza, mal uza, rəhm eləməsin. Demokrasının, azadlığın düşmanı olsun. Sonra da deyəcək, o Azərbaycanın güneyində nə var ki? Nə var Azərbaycanın güneyində? Qəzet vardı mı? Bundan sonra demək ki, partiya vardı mı? Azad insan qoyurlar mı? Hər kəsi tuturlar zindan, cinayət başında da bir dənə hökm qoyurlar. Ona görədir. Bu güneylər də 40 milyonda niyə ayağa durmur? Güneyli didişirə savaşır. Sənin xəbərin yoxdur. Sən başqa cürə baxırsan. Hər halda mənim fikrim budur ki, bu sözün də sonu budur ki, Azərbaycanın güneyində İran adlanan yerdə ən azı bu 6 ayın içində çox hadisələr baş verəcək. İndi Tehran rejimi biri pul verər, biri danışar, biri bomba atar filan eləyər. Hamı da bundan qorxur. İsrail bomba atacaq, İran dağılacaq. O bombanla dağılmıyor. O bombayı atacaq, otorite sınacaq, yönetim dağılacaq. Tehran malla qaçacaq. Bunun pasları indidən qaçır. Bunun bəsicisi, ittilatçısı indidən qaçır. Bunun Hizbullahı o Livanda da para ala bilmir. Ona görə deyir ki, o əllə də adamlar çıxır deyir ki, dünya beynəlxalq bank sisteminə qatılaq. Necə qatılaq? Terrora pulu verməsə qırılar o. Ondan sonra belə, yəni bu günləri açın siz elə özünüz də media mənsubusuz, açıqsız baxırsınız ki, açıqcasına dünənləri Xumeyninin, Xameneyin adını and içənlər bu günləri sürüş verirlər radiolarda. Böyük Tehrandan, İran adlanan yerin içindən qorxu döşülübdür. Belə şakalar yoxdur. Yəni millətlər inqilab ərəfəsində. İnqilab da elə bir deyəndə deyərsən partiyalar var, filan var, yox, partlayış ərəfəsindədir. Hər halda bu da bizim demək ki, Azərbaycan dövlətçiliginin və Azərbaycanda bu millətin quzeyli, güneyli bir cümlə dedim, Cavad bəy bitirim. Yəni məsələ budur. Bu millət güclü millətdir. Bu millət demək ki, bu günləri demək ki, Erməniyə, Rusa qalib gəlib, dövləti bərpa eləyib, şimalda toprağımızı hər nədir olsa təmizləyibdir və heç kəs də gəlib Fransası, Batısı, Rusi filanı buna deyə bilmir ki, sən get filan iş gör. Çünki dövlətin mahiyyəti belə qoyulubdur. Ona görə də bu günləri bu Azərbaycan adına bu dövlət vardı və burada da və yaxud da Sayın İsa bəy də söylədilər. Pulu var. Silahı var, ordu var, ondan sonra və nə qədər də desələr, Azərbaycanda özəlliklə Azərbaycanın quzeyində biri dağıtır özünü qabağa. Mən də siyasi partiyayam, mən də siyasi politologam, mən də siyasət adamıyam, ay mən də məclisə getmişəm, yox, sən deyirsən. Sən bu oyunun bir parçası deyilsən. Sən qurmaca bir şeysən. Heç deyirsən sən. Get hər 10 dəfə də ora soxur. Məsələ bu millət var, amma millətin özündə Türkiyədə də baxın. Türkiyədə də can qardaş Azərbaycan deyir və demək ki, can Azərbaycan deyir, quzeylisinə, güneylisinə. Quzeydə də yine millət can Təbriz deyir, Azərbaycan deyir və millətin elə qoymurlar ki, millət çıxar meydanda deyək ki, nədir?
qoy bu millətin öncüllərinin dili açılsın, söhbət keçsin, onda görəcəklər ki, Təbriz nədir, Güneydə nə gedir və nə olacaq.